Salamlar, saygılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla yenə gəlmişik xidmətinizə. Bu proqram həsr olunur Azərbaycanla İranın əlaqələri ki, Pezeşkiyan getmişdi ora və orada müqavilələr imzaladılar və bəziləri. Amma ağay Pezeşkiyan Azərbaycandan çox o cür ki, özünün dediyi əsasında çox belə razı qayıdıbdı. Amma pan-İranizmlərin hücumu o ağay Pezeşkiyana belə tükənməyəndir. Fəzai məcazida bir dənə tufan düşübdü. Və bu tufanın arxasında nələr var? Yəni, kimlərdilər ki, bunlar belə rəis cümhura ki, Xameneydən sonra ikinci adamdır, belə cürətlə, belə tohinlər, ondan sonra iftiralar yaxırlar və sözlər, söhbətlər danışırlar. Bunun arxasında nə var? Elə ay düşdür Yəhyayı cənablarından, üçün hər çərşənbə günü elə ay düşdür Yəhyayının xidmətində oluruq və bu haqda bizə məlumatlar və bəzi sözlər, söhbətlər danışacaqlar. Yəni, bu adamlar kimlərdirlər ki, belə cəsarət verib özlərinə və bu qüdrəti özlərində hiss eləyib, İranın ikinci məsuluna belə danışırlar və belə sözlər, söhbətlər deyirlər. Aya, bu ağay Pezeşkiyanla onların düşmənçiligidir. Ya burada türkçülüyə, Azərbaycançılığa burada bir qarşı sözlər, söhbətlər var. Bunu aydınlaşdıracağıq. Dostlar, ikinci hadisə ki, İranda bu günləri həftədə, bu son həftələrin zadında ikinci partlayışda baş verdi. Bu partlayış İranın o sənaye nizamiyə mənsub olan Pəhpad zavodu ya orada qayrılan yerdə partlayış baş verdi. Buna baxmayaraq ki, İran İslam Respublikası heç məlumat bundan çox belə geniş halda yaymır, heç şəkillər, təsvirlər də ondan yaymır. Bunun da arxasında nə var, nələr var, nə buna baxmayaraq ki, İranın ən həyatı və iqtisadi mərkəzi olan Bəndər Əbbasda, yəni o Bəndər Şəhid Rəcaidə çox geniş belə materiallar yayıldı və hətta orada o partlayışı olan səkuları göstərdi. Amma bundan heç nə fəzai məcazda yoxdur. Bu vücudun ki, çox stratejik bir yerdir quya və bunun əvamili xarici və daxili də olub, olmayıb, heç xəbər yoxdur. Onun üçün elə sözü birbaşa Cənab ağay düşdür Yəhyaya xoş gəldin deyirəm və sözü birbaşa ona verəcəyəm və danışacaqlar. Ay düşdür, çox xoş gəlibsiniz, lütf edibsiniz, istəyirəm elə sözü biraz qısa danışam, çox haşiyəyə getməyəm, sözü verəm sizə. Buyurun, söz sizdədir. Teşekkür ederim Cənab Süleymanım. Mən həm sizə və həm bizi izləyənlərə salam və saygılarımı sunuram. Ümidvaram ki, yaxşı bir bərnamə qabağa apara bilək. Bəli, çox gözəl müqəddəmədə buyurdunuz, çox həssas şeylərə parmaq qoydunuz və bunların hamısı da əhəmiyyətlidir və danışmağa çalışacağım. Yəni, gəlin elə bu pan-İranistlərin Pezeşkiyana hücumundan danışaq. İcazə verirsiniz pan-İranist söhbətindən qabaq. Bilirsiniz ki, sabah 11 Ordubeheşdir, zəhmətkeşlər günüdür. Dünya zəhmətkeşlərinin sabah üçün çox böyük bir tantanalı şeylər gedər. Mənim yaşadığım ülkədə rəsmi tətildir sabah. Mesela mayın 1'idir və İran ayının Ordubeş'in 11'i. Və nə yazıq ki, bu böyük bir gün, tantanalı bir gün, əhəmiyyətli bir gün ki, zəhmətkeşlər istəklərini dilə gətirirlər. İranda çox zaman bu qadavan olub
Fakat az bir zamanlar, belki bir iki defa bu resmi bayram olarak, yani Bəli, inqilabın əvvəlində oldu. evvellerinde böyle bir şeyler gündeme geldi ama sonra bastırıldı. Ve hatta bunu məhduş eləmək için Pascal'ın dediğine göre, Arap kelimesini bu istifade ediyor, məhduş eləmək için de bunu çevirdiler, elədilər haftayı kariger. Yani bu 1 Mayıs veya 11 Ordubeyş'ün mefhumu, manasını düşürmek için, aşağı çekmek için bunu tebdil edildiler haftayı kariger. Ama ne yazık ki Cenab-ı Süleyman'ın bu haftayı karigerde bile hani meşhur İran'ın mesela İran hükümet tarafından gönderme bazı sendikalar bile ki bizim fraksiyonu karigeri var mecliste illerdir. Bu fraksiyonu karigeri de bu nedense hiçbir faaliyet göstermedi ve gerçi sendikalar, sendika şirketi vahid bazı sendikalar bu günü tebrik dediler ve aynı zamanda sabah haklarını dile getirecekler. Ama bu günün ehemmiyetinden ben bilirim belki o taraf bu tarafa şeylenmem esas mevzuya geçecek ama Yo, ay düşür. Bu da bizə çox lazımdır. Mən də təbrik deyirəm bu günü. Bütün zəhmətkeşlərə İran dairəsində, məxsusən Azərbaycanda. Bəli, Ay Süleyman, bir şey də xatırlatsa deyim ki bu gün haqqında. Niye bu gün bizim için daha ehemmiyet çoxdur? Dünyada az ülkelerden biridir ki her il neçə min kariger ve zəhmətkeş iş yerlerinde ölürler. Emniyeti, iş yoktu. O ebzar emniyeti ki gerek karigerin, zəhmətkeşin canını koruya, hifazət etmək üçün. Bu için bir sürü karigerimiz de ölür. Bilirsiniz geçende 50'den yukarı bir kariger madende can verdi. Ondan sonra hani eskerlerden düşmeler olur. Hatta Saxtıman sazda məxsusən bir sürü kariger düşür. Hani çok yerlerde karigerlerin canı ehemmiyet verilmir ve müteessifane bir sürü kariger, zəhmətkeş can verir. Ve bu da çok acayip bir şeydi yani. Az memleketlerden biridir ki bu tedat kariger orada her yıl ölür. İş yerinde ölürler. Ve bu da müteessifane İran İslam Cumhuriyeti'nin bize getirdiği hediyedir. Bize verdiği hediyedir. Ve siz haklısınız, Azerbaycan'da veya diğer yerlerde fark edilmez bütün zəhmətkeşlər hakları, hukukları korunmalıdır. Canları her şeyden kabuk korunmalıdır. Ama bu felaket içerisinde ki bilirsiniz ki karigerin hukuku 11 milyon tümen tespit olundu. 11 milyon tümen Süleyman. Tehran'da bir hanım, 4 kişilik bir hanevadenin hatta əqəl mesela yaşam zadını qabağa aparabilsin 35 milyon tümen lazımdır. Ama 10-12 milyon tümenin diye kala hakkı ular, hakkı falan behman yetişsin 15 milyona. Bakın ki normal bir yaşamın yani maaş zadını temin edecek. Yiyeceğini temin edecek, içeceğini temin edecek. Hala paltar, müsafirat, behtaş bunları koy kenara. Onu bile temin etmekte bu zəhmətkeş karigerler zorluk çekirler, çetinlik çekirler. Ve bugün onlar için çok ehemmiyeti var. Çünkü nihayet ilde hiç olmasa bu günü onlar seslerini çıkartmalı ve seslerini duyurmalıdırlar. Ona göre ben de sizin için dediğiniz gibi ben de samimiyetle yürekten bunların günlerini tebrik edirəm. Bayramlarını tebrik edirəm ama ne yazık ki bu bayram kederli günlerle karşılanır. Bəndər Abbas'ta olan hadise, İsfahan'da olan hadise, Ay Süleyman, Bəndər Abbas'ta olan hadisenin ölümleri bütün zəhmətkeşlərdir. Özde bir tane hususiyeti var Bəndər Abbas'ın ayrı yerlerine nəzərən. Bütün milletlerden orada var. Biz Azerbaycanlardan
en çok zahmetkeşler oradadır. Orada Bəli. orada Sürücülər, ondan zatlar, fəhlələr gedib hep orada işləyirlər. işləyirlər o havada, o şəraitdə işləyirlər və belə patlamalarda da onlar nə yazır ki, onlar can verirlər. Fakat dünən mesela Soxanquy dövlət deyir ki, onlar ölenler için təzminat əlbəttə veriləcək. Yani istəyirlər bir növ pulla ağızları bağlasınlar. Bu vaqiyyətləri demirlər ki, nə olub, nələr olub orada. Hələ də bu 4 gün, 5 gün geçib, hələ tozı vermirlər ki, patlama nə idi? Pədavənd qeyri-amil indi özləri deyirlər, yavaş-yavaş deyirlər də, pədavənd qeyri-amil məsuldur. Xoş, biləxərə Ajiri xətər çəkir. Ajiri xətər çəkir. Keçən seridə danışdıq, ay düşdür bunu. Ki, ajiri xətər çəkir, o ajiri xətərə etina eləmirlər. 5 dəqiqə, 15 dəqiqə də çəkmir, elə partlayır. Özü də dalbadalay. 2-dən biri zat biraz keçir, ondan sonra biri də partlayış olur. Yəni bu amili xarici bu zadı yaradıbdır. Yani her şey bütün bu meseleler ama vakiyyət budur ki İran'ın öz içinde hatta o məsullardan biri de nümayəndə meclisidir. O da dedi amili xarici var. Hatta İran'ın öz içinden yine birisi dedi ki tez onu sildiler. Hələ yeni bir dənə ay düşdür. Əlbəttə bu sistematik keçiyor qabağa yaxşıdır. Elə deyirsiniz əvvəl bunu başlayaq, sonra pezeşkiyəm. Bax, mən indi bir dənə məqalə oxuyurdu. Deyir ki, Bunyad-ı o şirkəti vardı, şirkəti Sina. O şirkəti Sina Bunyad-ı Müstəzəfana bağlı bir şirkətdir. Bu Bunyad-ı Müstəzəfanın təzə məsulun əvəz eləyiblər ki, Cibhə-i Payidarıdan imiş. İndi deyirlər ki, Cibhə-i Payidarı bu partlayışı yaradıbdır. Her şey mümkündür Süleyman. Her şey. Bilirsən niye mümkün diye yok. Bir kadın ki İran'da vaqiyyətdə dilə gətirilir. Yəni hər şey olanda hər şeyə əmniyyət gözündən baxırlar. Ona görə vaqiyyətlər, bax ruznameneqalların sizin işiniz, ruznameneqalların işi budur ki, kessin, söksün, çıxartsın. Nə olub, necə olub. Amma yol vermirlər, imkan vermirlər. Hətta bir şey istədiyim təəccübdür. Soxanquy dövlət, o xanım Fatimə Mahacirani deyir ki, dövlət oradan ittilaat verməsini yasakladı, qadağan elədi ki, Bəndər Abbasdan o hadisəni heç bir ruznameneqarın haqqı yoxdur ki, quzarış eləsin. Hər şey ki, quzarış olmalıdır, dövlət tərəfindən verilən xəbərlər... Əlbəttə ittilaat, nə dövlətin? Dövlətə ittilaat, heç dövlətin elə bunun haqqında danışacaq dövlətlə zadın. Yəni dövlət içində bir dövlət vardır. Bəli, bəli, həmişə olub. İttifaqan İran rejimi, İslam rejimi, yəni vilayət rejiminin qurulandan bu günə həmişə dövlət içində bir ayrı dövlət də olub və çox təsmimləri onlar tutub. Və cəlibdir ki, Süleymani, bu hadisə bir sürü insan ölüb orada. Hələ deyirlər, bilməm, 70 nəfər ölüb. Ölülərin sayısı, vaqiyyət budur ki, hələ ölülərin sayısı bəlli deyil. Çünki keçən seridə ərz elədim xidmət üzrə. 160 dənə şirkət-i Sinanın karigər var. Bir nəfər deyir, bundan zat çıxmayıb. Kül olublar. Heç bunları deyirlər ki, bunların yəni külləri tanınmaz. Yəni elə yanıblar ki, bunlar tanınacaq deyirlər. Bir ayrı məsələ də mətrəhdir ki, nitrat amonyum dedikləri bir maddə var. Nitrat amonyumun Keşaverzi'de işlenecek bir madde de. Bunun nizami bir mahiyeti var. Bu nizami şeylerde işlenilecek, yani faaliyetlerde işlenecek bu nitrat amonyumun orada ne işi var? Orada onu kim depolayıp? Kim o depoya koyuyor? Ay Süleyman, 15 hektar kül olup yüzlerce konteyner
yok olubdur. Yani yüzler ot tutublar. Bunların içinde çok maddeler vardı, çok böyle hani bunlar nece olup yani burada bir müdüriyet yok mu? Bu müdüriyyətin olmayışı və nəhayət bu hadisənin belə bir faciəyə nədən olduğunu. Məncə bu faciənin bir sorumlusu var Ay Süleymani, o da rejimi Cumhuriyet İslamıdır. Rejimi vilayətdir. Və rejim vilayətinin də baş məsulü Ay Əli Xameneyidir. Ay Əli Xameneyi məsuldur. Çünki o bu siyaset guzarlıkları edir. Yani siz belki bir şeye işaret ediyorsunuz. Dediniz ki olabilir cephe payidardan bir müdür varmış orada. Şimdi onlar yavaş yavaş değiştirilenler. Onlar mesela bu konuşacağım. Olabilir, her şey olabilir. Hatta sohbet budur ki eğer İsrail vurmamışsa, eğer ayrı bir şeyden yani bu yandırma, bu yanıklık, bu ot onların vesilesinden olmasa daxili unsurlar olabilir. Daxili unsurlarda her şey olabilir. Bilirsiniz ki bu rejimin içinde, rejimin yukarı düzeyde çok çetin bir dava kabahatidir. Yani birbirini sürükte değiller. Birbirini biz bunu göstermirler bize. Azat mətbuat da olmadığı için bunu nişan vermirler. Böyle bağıyet budur ki rejim içinden, öz içinden dağılır. Niye dağılır? Çünkü kontrol yoktu. Niye kontrol yoktu? Çünkü belli fərqli elə bir sistem yaratıp ki her şey ona bağlanır. Ama o da artık müdiriyyət eləyənmir camiədir. Və bir daha Süleyman'ın bunu bir daha tekrarlayaq ki bir camiədə eğer o camiədə yaşayan insanlar o siyasi hadiselerde müşareket eləməsələr, iqtisadi fəaliyyətlərdə müşareket eləməsələr, o sistem çürüyer içinden. O sistem qalar bir tedad fırsat tələbin əlində, bir tedad rantxarın əlində, bir tedad mesela olar ki rejimden mesela faydalanırlar onların əlində ve rejim çürümeye başlar. İran'da rejim Cumhuriyet İslami, rejim ve vilayet çürüyür, yok olur. Artık onu ne sirişle birbirine yapıştırma olar, ne bizzat artık çürüyür ve tökülür. Ve bu tökülmenin bütün raftarlarından gösterirler. Hatta siyaset haricinde de bu özü gösterir. Artık siyaset haricinde görürsünüz de ne kadar imtiyaz verilir. Dünən artıq Ağay Irakçı yalvarır. Fransa'nın vezir muhacir Fransa dedi ki biz o mekanizmi maşəni işe salabilirik. Dikkatli yalvarmaya başladı. Dedi yoktu ben cümle günü sizinle görüşelim. İmtiyaz ne istersiniz veririm. İmtiyaz veririm. Hatta dedi ki ajansın karşınasları bedunu fotoğraf gelip her zadı kontrol edebilirler. Yani bu kabakçı hiç danışılmazdı bile söhbette. Şimdi gelin kontrol ediyor. Biz atom bombası düzeltmiyoruz. Bizim bunların hamısını dile getirirler. Bu da gösterir ki bir korku, bir vəhşət rejim sarıb. Rejim korku vəhşət içərisindədir. Və çox maraqlıdır. Bu günləri mən televizyonu Bakıdan bir dənə zat nümayəndə parlamanın biri danışırdı. Və maraqlısı bu idi ki bəhs bundan indiyə kimi bu bəhs getmirdi. Bu bəhs olunur ki İsraillə İranın arasında Azərbaycan miyancigəri eləsin. Bir barışıq zadı projesini qabağa aparsın. Çox maraqlıdır. Əslən indiyə qədər bu bəhs danışmır. Amma bir dənə mövzu vardı, çox əhəmiyyətlidir. O da budur ki o pan-İranist qüvvələr yenə də başlayıblar Ağay Pezeşkiyana qarşı, ondan sonra Zada qarşı ki Azərbaycan dövləti səhyonizmin adamıdır, ondan falanıdır. Çünki bu günləri Zadın, yəni çarşənbə günü də Zadın ya İsrailləri, Zadın İsrailin təsis hökumətinin təsis günüydü ki, Azərbaycan Cənab-ı İlham Əliyev
Zada rabitəsi vardı və əməkdaşlıq edir. Bu qeyri-adi də deyil, öz mənafeyi əsasında ərəbi ölkələr başlayıbdı. Ərəbi ölkələr İsraillə əməkdaşlıq edirlər. Azərbaycan niyə əməkdaşlıq eləməsin? Ben haklısınız. Ona görə ki, niyə təbrik deyibdi Cənab-ı İlham? Ruzi Nekbət adını qoyublar. Ruzi Nekbət günü. Yəni zadı İsrailin ki, dünya dövlətləri tərəfindən qanuni bir dövlət kimi tanınıb, deyir ki, Nekbət günü. Bəli. Ay, axmaq adam. Bir dövlət ki, Cumhuri Sazman-ı Milal-i Müttəhid onu tanıyıbdır və dünya dövlətləri tanıyıbdır. Onun təsis olunmağı nisbət ola bilməz. Daicə bəşəriyyətə rəhmətdir. O elmdə, teknolojidə İsraili ki, zaten biz İsrailin o hər hal tənqidlərimiz də vardı. Amma bu bir məsələ budur ki, onun bəşəriyyətə verdiyi elmdə o xidmətləri onu biz unuda bilək. Ben haklısınız. Düzdür. Düzdür. Vaqiyyət də bu. Tənqidimiz də vardı İsrail'e. Bəli. Cinayətlərinə qarşı həmişə muzəmiz var. Amma o ki, siz dediğiniz kimi elmi cəhətdən dünyaya xidmət edib, bəzi yeniliklər... Əslən, Yahudiyyətin Nobel caizəsinin 90%'in Yahudilər alıbdır. Dünyada. Çox maraqlı da. Yəni, elmdə bu qədər bunların, dünya elmində, inkişafında bu qədər bunların nəqşi olubdur. Biz bunun bəşəriyyətə bu xidməti inkar edə bilmərik. Bəli, Süleyman. Süleyman, icazə verin, mən o şeyi qutarım, Yətən, buyurun. İki cümlə deyim. Biləxərə orada bir sürü insan can verir. Və o can vermələr hamısı zəhmətkeş insanlardandılar. Bizlərdən ola bilərlər, Kürt olarlar, Lor olarlar, hər məmləkət. Yəni, fərq eləməz, hər insan olur olsun. Olub orada can veriblər. Zəhmətkeş insanlar. Amma bunun iqtisadi nəticəsi nə ola bilər? Bax, o Bəndər Rəcai, Bəndər Abbas edər, bax, o Eskili Rəcaidir. O Eskili Rəcai. Yox, elə ora Bəndər Rəcai şəhri deyirlər qoya. Yəni, oranın, bax, yani 10 günde, 15 günde, bir ayda, 2 ayda toplanacak bir yer değil. O uzun bir müddet o məntəqə tətil olmalıdır. Gerçi deyirlər, onun yanında bəzi iskillər işləyirlər, məsələ yoxdur, amma məsələ var. Və İranın bu iqtisadi vəziyyəti ilə 4-5 milyar dolar İran'a zərər var. İran iqtisadı bilirsiniz, çox zəif nöqtədədir. İran iqtisadı artıq yani can çekişir. Yani bombeste yetişir. Her yönüyle bombeste giriftar olan bu iktisadın bir de elə bir hadisə başından geçmesi bellidir ki, iktisadı daha çok çökerter. Daha çok viran eder. Ki zaten viran iktisad daha da çok viranlaşır. Onu dedim, hikmete diyeyim, 4 ila 5 milyar dolar ilk hesaplamalara göre İran ekonomisine zarar verir. Hala bunun yanında ayrı hesaplamalar var. 15 hektar o yanıp, bunun yanında 150 hektar şey altına alınır. Yani büyük bir hadisedir. Ve bu da şüpheleri çoxaldır ki, aya bura mesela insani bir zadının bu yanıp veya tabiatın hani bəzi maddələrin müştəhil olmasından dolayıdır. Bunlar zamanla biləxərə hər şey ortaya çıxacaq. Yəni, bəlkə rejim istər bunu örtbas eləsin. Çünki hər şey örtbas elədiği kimi. Hani biz illərcə zənn edirdik ki, Sinema Rex Abadanı hani sabah otfurdu. Amma sonra o tek əli o da gəldi. O geldi dedi ki, kardeş falan hamısı değil, ben məkiddən yetim filan malla, mənə dedi filan malla ilə oturduk, danışdık. Bu seviye Təbrizinin orada nəqş oldu.
Bəli, yəni mənzur Ona da pərvəndəni də verirlər, o rəsidə gedir. Faciəyə bax. qatilə deyirlər özün bax da. Yəni mən Bəli. belə hadisələr bu rejim tərəfindən işlənib. 18 il gəng bilirsiniz, heç bir məna bir gəng edir, bir məna bir müharibə edir İranla. Hələ bir 2 il əvvəl heç, amma ondan sonrası bilmir. Ondan sonra bax bir sürü hadisələr oldu. Bir Qatar neçə nəfər, neçə yüz nəfər adam öldü Qatar. Əsən münfəcir oldu. Bəli, o Qatar Məşəd zat. Məşəd orada. Ondan sonra Məşəd Təbriz, təəssüflə onlar da Təbrizdədirlər. Onlar da biz gələk şey deyək fərz edək ki, Ukrayna təyyarəsini vurdular. Günlərcə inkar elədilər ki, xeyr, bu elə öz başına düşüb. Sonra gəldilər, iştibahi vurmuşuq. Bəli, vaqiyyət budur ki, hesablı vurmuşdular. Və hamısı bərnamə üzündən olub. Ondan sonra da bilirsiniz ki, çox şeylərdə həmişə vurublar, öldürüblər. Ondan sonra da üstünü neyini bastırmağa çalışıblar. Amma dünyada teknoloji o kadar gəlişib ki, Süleymanı, heç zatın üstü örtülü qalmaz. Biləxərə nəhayət bunlar açılacaq, nəhayət dünya biləcək. Amma bütün sədəmələr də yenə də millətə varid olur. Orada yaşayan insanlara və zəhmət işlərə. Bəli, mütəəssifanə hələlik bir xəbər yoxdur, amma görünən o ki, çox şeylər çox yaxında açılacaq üstü və ortaya çıxacaq. İndi gələk bizim, siz dediniz, bəyə işarə elədiniz, o pan-İranistlərin Pezeşkiyanın, bəli. Ay Süleymanı, İrancılar zaten Ay Pezeşkiyan, bir reis cumhur seçildi. Ya seçtirdiler, ya seçildi, ya bir niyetle o getirildi. Ama bu bir siyaset adamıydı da, o 20 il nümayəndəyə məclisidir. Elə Təbrizin, Azərbaycanın məclisdə nümayəndəsiydi. İttifakın heç başta bu kadar da islah tələbzat da dəyirdi. Elə başta, elə dincilərdən biriydi, bəlkə də usulgərə idi. Amma zaman ilə baxdı, gördü ki, artıq bu qapı elə bir bağlanıb ki, açılması mümkün deyil. Ay düşdür, biraz elə bu, nə cür deyim, biraz özünü təmiz saxlamışdı. Əlbəttə, o əvvəl inqilabda çox radikal hərəkətləri olub. Amma su-istifadə malısı zadı o birisilərə nisbət yox idi. Çox təmiz adamdı. O cəhətdən heç bir zadı yoxdur. Heç bir püf nöqtəsi yoxdur ki, bunu ələm eləyərlər. Çünki o pan-İranistlər dediğiniz kimi, onlar ki, məmləkətin kolliyyətin özlərinə aid bilirlər. Elə bir ki, onların, hani bizim məşhur sözümüz vardı, Azərbaycanda tərəf fikri ki, nənəsinin kəbinidir. Dədəsinin mülkidir. Dədəsinin mülki də anasının kəbini, yəni o İran. Yəni, sən dinləmir ki, o İranda ayrı adamlar da yaşayır, ayrı insanlar da yaşayır. O məmləkətdə ayrı dilli insanlar yaşayır. O məmləkət tək farsların deyil, o məmləkət tək kürdlərin deyil, tək Azərbaycanlıların da deyil. Müştərək insanlar değişik fərhəng və dillə o məmləkətdə yaşayırlar və onların da bu məmləkətin sərnişində hər cürə sərnişində haqları var. Və onlar qərar verə bilərlər müşarikət siyasi ilə. İttifaqən Ağay Pezeşkiyanın reis cumhur intihabı olması mədəni açıdan yaxşıdır. Mədəni açıdan bedunun ki, bir çatışma olsun, bir sürtüşme olsun, Ağay Pezeşkiyan resmen intihab oldu, bu ondan reis cumhur. Bunu da bilirik. %50 civarında intihab oldu. %50 civarında bazı adam müşariket eləmədi. Əlbəttə, özü de dedi Ağay Pezeşkiyan. Dedi ki, mən gətirildim ki, müşariket yukarı çıksın. Çünkü ben olmasaydım, belki müşariket %30'da kalardı, %25'de kalardı ki, zaten meclis seçimleri onu gösterdi ki, çok aşağıdaydı intikabat, müşariket diyenler. Ağay Pezeşkiyanın gelmesiyle, Ağay Pezeşkiyan kişi kimi bazı sözlerde dedim, ben tərəfdarı Ağay Pezeşkiyanın da değilim ama yani o açık sözlülüğü qabil təhsindir. Dedi ki,
mənim dövlətimin təşkilində məndən çox rəhbərin rolu vardı. Mən zaten Ağay Xameneyinin istəyi üzərinə gəldim. Oldum reis cumhur. Mən mesela mucriye məndiyyat rəhbəriyəm. Ağay Xameneyi nə desə mən onu icra edəcəm. Mənim özüm bərnaməmdə adım da yoxdur. Amma Axı özü də bilirdi ki, onun sözündən çıxa bilməz. Yox, Sayın Süleymanım, biraz da hani orada da bir elə bir ki, bir zirəklik işlətdi. Orada məsuliyyəti tökdü Xameneyinin başına. Bilirsiniz ki, 1404-cü il Düzdür. Xameneyinin Həm fikir. Xameneyinin 1384'də yayınladığı bir sənəd-i çeşmendazı 20'lik sənəd-i çeşmendazı Bissale verib. Ağay Xatəmi Zamani. O sənəd-i çeşmendaz bu yıl axırıncı ildir. 1404'də. Amma heç bir hədəfinə çatmıyor. Bir dərsət müvəffəqiyyət uğur qazanamıyor. Heç olmuyor. Pəs binabərin elə bir ağıllı bir reis cumhur elə hər şeydə onu göstərir. Deyər ki, məsuliyyət onun öhdəsindədir, mənim öhdəmə deyil. Və ondan sonra da zaten iqtisadi cəhətdən dedim. Mən dedim, bir dənə viranə almışam. Bu mən viranədir. Hər yer boşdur. Banki mərkəzinin kasası boşdur. Banklər boşdur. Kimlərə nə qədər pul verilib bəlli deyil. Alınan belə hani vamlar da geri gəlmir. Bütün məmləkətdə dövlət də gəlib, ehtimalin ağayı şeyi deyirdi də, ağayı reisini. Gəlib bütün karigəllərin, zəhmətkeşlərin kasalarını boşaldıb. Yəni nə bilim şeyin kasasını boşaldıblar. Sənduqu bazışastagini. Sənduqu bazışastagini, tək sənduqu bazışastagini. Müəllimlərinki, kargələrin, təmin ictimaiyyətinki. Təmin ictimaiyyətin bu. Bunların hamısını boşaldıblar. Mənə bir viranə veriblər əlimə. Bilmirəm də nə edəcəm bu viranə ilə. Çalışıram ki, bu viranəni düzəldim amma. Ay düşdürüyü və bax indi biz onun əməlkardı heç. Biz niyə buna bu qədər hücum olur? Bəli. Elə ittifaqın yetişirəm ola ki, belə bir viranəni təhvil alıb, amma elə birinci gündən ağayı Pezeşkiyana 1000 dana ilaç çıxartdılar. Əvvəl dedilər ki, bu danışanmır. O da dedi, valla mən kağıt üstündən oxumuram. Mən ürəyimdən qopan sözləri sizdən dilə gətirdim. Və onlar onun danışma tərzinə şikayət çıxartdılar. Yəni açıqca budur ki, Farsı yaxşı bilmir. Halbuki bu belə dərdə, biz görürük çox da müsəllətdir. Həm Farsı dilinə müsəllətdir, həm Türki dilinə müsəllətdir, həm də Kürdi dilinə müsəllətdir. Həm də elə ərəbiyə biraz müsəllətdir, ondan sonra İngilisiyə biraz müsəllətdir. Dərhal zatdan yaxçıdır, rəisidən yaxçıdır. Reisi 5 klasıydı, 6 klasıydı. Bu cərrahdır, cərrah qəlbidir, doktorası var. Zadə olub, reis danışqah olub. Biləxərə bunda elmi bizatlar var. Və nəticədə, yəni əvvəl gündən ki də reis cumhur seçildi, əlbəttə bunu da deməli yox ki, bunun səyi bu idi ki, kadri mesela icraisin tanıdığı adamdan da seçsin. Qətən hamı otur edir. O işi görər. Amma bunun kadri aşağı yuxarı %80-90 onlarda Türklər, yəni Azərbaycanlılar. Gələkəni də o cürdür. Yine de o cürdür ama biləxərə o tərəfdən də etirazlar başladı. Hətta Adil bir kere dedi ki, Ağay Pezeşkiyan kadrları seçəndə diqqət edir ki, bir məntəqədən seçmə. Yəni əmələn etiraz edirdi ki, sən niyə Azərbaycanlılardan seçirsən? Yəni bundan açıq nə ola bilər? Dərhal, Ağay Pezeşkiyan indi 6-7 aydır ki, çoxdur belki 8 aya girir ki, o reis cumhuru məmləkətdir. Böyük işlər görənməyib. İqtisadi cəhətdən müdiriyyət eləyənməyib. Yəni yoxdur, iqtisad yoxdur eləyədə. İqtisad və belə hadisələrdə qabağa gələndə xub təbiidir ki,
biləxərə yerində sayır, eləyən bir millətə cavab versin. Amma son hadisə qabağa gəldi, bunun Azərbaycana gedişi. Azərbaycana gedişi fərqli də ayrı yerlər. Çox yerlərə gedə bilər, amma Azərbaycana gedişi çox adamı həm qızdırır, həm eyni zamanda dediğiniz kimi bəzi dillər açılır. Məsələn, bunun söhbəti bu idi ki, çox acayipdir. Sən niyə türkü danışdın orada? Sən niyə Şəhriyarın şeirini oxudun? Acibdir. Öz dilində gedib, ana dilində istəyir şeir oxusun, işgal çıxardırlar. Sən niyə Şəhriyarın şeirini? Niyə türkü şeirini oxusan? Sən bir dənə məmləkətdən getmirsən ki, bu məmləkət rəsmi dili farsıdır. Sən bütün danışıqlıqları hamısını farsça deməliydin. Halbuki deyir, mən Türkəm, özü dəfələrcə etiraf edeyim. Mən xanavadəmdə qız uşaqlarımla da türkü danışarım. Mən anamla türkü danışardım, babamla türkü danışardım. Həm mənim bütün sülaləm türkdür. Azərbaycandan məclisə milletvəkiliydim mən. Fars məntəqəsindən deyildi, mən Türkəm. Bunu dəfələrcə dilə gətirib. Hətta Tehranda da belə danışıqlarında bəzən türkü şeir oxuyub. Türkü şeir oxuyub. Amma onlar narahatlər ki, sən bu rəsmi dili, ki, Farsı dilidir, mütəəssifanə bizə bunu zor ilə beynimizə soxurlar ki, bu məmləkətin rəsmi dili Farsıdır. Süleymanı burada bir parantez açayım, çok cəlibdir. AzTV, Azərbaycan televizyonunun bir xəbərini qalib, güzel bir kız, cavan bir kız gedib Tehrana. Tehrandan quzarış verir. Deyir, mən təəccüb edirəm, bu Tehranda əlbəttə o 4/1 deyir, bəlkə onun bilgisi yoxdur. Xeyr, 3/2'si Türkdür. Deyir, getmişəm bazara, hamı Türkdür. Hamı məndən Türkçe danışır. Çıxmışam elə baxırlar ki, mən hani Azərbaycan televizyonundan hamı məndən Türkçe danışır. Eyni elə bir öz evim kimi. Elə bir, necə ki, Ay Pezeşkiyan dedi, elə bir ki, Ərdəbilə, Təbrizə misafir ediləmişəm Bakıya gedəndə. O xəbərniqar da dedi, mən elə bir ki, Azərbaycanın bir ayrı şəhrinə misafir ediləmişəm və oradan xəbər hazırlayıram. Aşağı yuxarı hamı məndən xoşbeş eləyir, hamı məndən danışır. Öz dilimizde, yani Türkiye dilinde. Ona göre çok tabiidir ki bu, o panİranist düşünceleri, o İrancı düşünceleri narahat ediyor ve bize bir şey de bizim kulağımıza çattırır ki mücadelemize, savaşta devam ediyor. 15. madde icraya konulmalıdır. Artık bu yıl, yani gelen neçə aydan sonra biri Mehri 1404'te medreselerde Türkçe dili tədris olunmalıdır. Artık bu kanun esası da var ve zeminesi de var. Bu teknolojiyle, bu tekniğiyle bu çok rahatlıkla icraya konulabilir. Ha, belə deyirlər ki, danışanımızlar özləri istemez. Siz koyun icraya görün, isterler istemezler. Ama icraya konulmalıdır. Ve bir zemine de hazırlanır. Ona göre ben Ay Pezeşkiyan'ın hemşehrimiz olduğu için demirəm. Ama biləxərə biz Azərbaycanlılar için bir fırsat. Biz Azərbaycanlılar için bir fırsat. Bunun mütəəssifane bazı Azərbaycanlılar deyir zillətdir. Bazı Azərbaycanlılar deyir xeyr. Hiç bizi tapdalamaq için onu seçiblər. Xeyr. Bizi tapdalamaq için seçməyiblər. Bəlkə də zaten bir Azerbaycan hakkı hukukunu dile getiren bir insandır. Zaten Reis Cumhur seçilmeden de qabaq bunu ispatlıyıb. O fraksiyonu Türk mecliste kurdu. Gerçi olmadı. Qabağını aldılar. 1000 lira da boktan dediler biləsinə. Ama o neyledi? O elə bir fraksiyonu yaratmaya çalıştı. Çok cəlibdir Süleyman. Fraksiyon yaranandan sonra baxdılar ki, fraksiyon əksəriyyət olur. 120 neçə dənə nümayəndə məclis, yəni 290 nümayəndənin yarısı olur Türk. Hələ idaməsi var idi, dalın qoymadılar.
Qorxdular açıqca. Açıqca vəhşət elədilər. Qorxdular, Bəli. qabağın Ayet aldılar. düşdür. Bir dənə cəlib məsələ vardı. Bir nəfər ayet düşdür Əhməd Kazimi. Bəli, Bu adam bir məqaləsini gördüm. Ağay Pezeşkiyanı təhdid edir. bəli, Ağay Pezeşkiyanı təhdid edir. Sən Azərbaycana gedirsən, belə eləməlisən, belə xətt və nişan qoyur qabağına, belə ona qarşı. Çox maraqlıdır. Bu adamın bioqrafiyasına mən baxdım. Dostlarımıza dedim ki, ay mən bu Əhməd Kazimini tanımıram. Dedi, sən tanımırsan onu. Dedim, yox, tanımıram valla. Dedilər ki, əçi, bu adam Benami Rəis-i nümayəndə-i Səda-və Sima dəftər-i Baku'a zad olubdur. bu oradakı iş değil. Ora zat gedibdir. Nümayəndə ki. Sonra Dövlət Təhlükəsiz Nazirliyi görübdür ki, o işi ki görür, bu xəbərini qarırıq deyil, bu casusluqdur. Casusluq. Ama Süleyman, 2-3 il bundan qabaq Azərbaycan dövləti bunu deport edir. orada değil. Bəli, Heç Azərbaycan dövləti çalışar müsalihə eləsin, zad eləməsin. bəli. Demə, bu adam Vəzarət Umuru Xaricə ilə zadın bir dənə o Dövlət Təhlükəsiz Nazirliyinin bir dənə orqanı vardı. O orqanı tərbiyyət kadr-ı mübarizə və pan-türkizm. Bəli, bəli. İşləri odur, Bu vəzifəsi. adam oranın məsullarındandır. Bəli, Vəzarət İttilaatla Vəzarət Umuru Xaricənin bahəm projesi ki vardı pan-türkizmlə mübarizə, həmin düşdür, həmin də Əhmədiyan oranın zadıdır. İttifaqən mən bu boruda bir iki dənə məqalə oxudum. İran Diplomasiya İranı saytında. Orada da Elə o da kimdir? Çox maraqlıdır. Ağay Xərrazi Vəzir Umuru Xaricə sabiq. bəli. İttifaqən Ağay Xərrazi elə bir dəfə bir xəbərin İranlı Altın oğrusu. Vəzarət burada zaten BMT-də nümayəndə olanda gedir bir dənə paltun geyir, çıxır çölə, bunu tuturlar. Baxır gör, bu fikirləşirmiş ki, durbin yoxdur, kamerazat yoxdur. Yox ki, alim Bunun adı qalıb zaten o nə mənədir? Paltun oğrusu. palto olur, biri Sonra xodkar. gəlir nazir olur. Bu adam vəzir umuru xarici paltun oğrusu. Bir adam ki xarici bir ölkənin paltununa zad eləmir, bu məmləkətə nə o zad eləyəcək? Rəhmilər. Necə rəhmət edəcəm? Bəli. İttifaqən o Xərrazinin qardaşı bilirsiniz ki, İnqilabdan sonra nümayəndə-i İran Sazman-ı Milal-i Müttəhiddə. Elə o vəzir umur xarici oldu da. Fakat ona bir şey dediler, sordular, xəbərnigar sordu. Dedi ki, sənin o xəbərlə lisansın yoxdur. Heç danışqahı dəhsürün yoxdur. Saniyən İngilisi də bilmirsən. Axı sən İranın necə nümayəndə üstünü sağ? Deyir, tərcüməsidən istifadə edirəm. Deyir, mənim diplomum vardı. Deyir, sən diplomu çox uzun zaman zad eləyibsən, oxuyubsan ondan sonra. Deyir, yox, aldım edir. Biləxərə o sayt, o diplomasız sayt dedim. Başıma daş düşsün, qədəməli. Arazı səndən kim keçir, qədəməli qoduqla. Bizim nazirimiz kim olur? Ağay Xərraziyan için diplomu da yoktu. Bəli, bəli. Ay Süleymani, əslində bilirsiniz ki, bu İranda zaten bunun indi kötəyini yiyirik. Dediler ki, hani diplom deyil, iş bilen değil, inananlar. Yani Şiəliğə inananlar, imama inananlar. Yani təəhhüd hakimiyyətə təəhhüdü var bunun. Bəli, təxəssüs deyil, təəhhüd təxəssüsün yerində oturduğu için məmləkət bu cürə düşdü. Eybi yoxdur, lisansı da olmasa olmayıbdır. Bəli, müsəlmandır, ondan sonra rejimə çox inanır, ondan filan eləyir, deyəmən, onun axırı gələr elə faciəyi Bəndər Abbası baş verər, ondan. Ay düşdür, bizim bir 15 dəqiqə vaxtımız qalır. Xahiş edirəm o İsfahanda o
Pəhpadın partlayış olubdu, onu da buyurun. Axır cümləmizdə o şey haqqında deyim, mən sizi Buyur. mən şunu özüm çox belə sevindim. İttifaqın bir dənə televizyonlardan biri Bakıda İranın Bakıdakı səfirinə müraciət elədi. Elə sizin soyadınızı daşıyır o da. Onun da soyadı Əfşar Süleymani. Əfşar Süleymani, bəli. Əfşar Süleymani çox düzgün Türkçe danışırdı. Yəni o çox da özü vaqiiyyətləri çox görən adamdır. Çox belə düzgün Türkçe danışırdı. Dedi bir neçə protokol imzalandı, neçə sənəd imzalandı. Bu sənədlərin içərisində bilirsiniz ki, buna biraz işarə edək. Böyük bir potansiyel var. Yani Azerbaycanla İran arasında imzalanan sənədlər icraya konulursa bir koridoru Şimal-Cənub var, bir koridoru Şərq-Qərb var. Yani Qərb-Şərq var. Bu çok büyük əhəmiyyəti var. Transportta bilirsiniz şimdi bu ülkelerin en çok gəlir dəramətləri elə bu transportlardandır. Bir de ki Azerbaycan'ın büyük bir imtiyaz da sahipti. Bizim için de İran için de çok əhəmiyyəti var. Rusya gazının oradan İran'a verilmesi. Bu da çok büyük bir potansiyel. İndi ona da bir mız koyublar. Deyirlər ki buna bir dənə alternativ lazımdır ki tək zadın əlində olmasın. Bəli. Əvvəl deyirdilər ki Ermənistandan gəlsin. Ermənistanın o Kuhistanı olmaq, dağlıq olmaq üçün gördülər ki çox xəzinə aparacaq. Dedilər ki Azərbaycandan olsun. Qabaqçıda var idi birisi. Qabaqçı İran gazı o tərəfdən gedərdi. Şahzəmanı İran'dan gaz gedərdi o tərəfə. Hər şeyi hazır amadədir. Ama bir de bir görək bu Pezeşkiyanın orada 2-3 tane işaret elədi Pezeşkiyan. Biri Ay Cavad heyət. Bəli, pişəvəri idi biri də. Pişəvəri və biri. Bu çok büyük bir hadisədir var. Bunu göz ardı edənlər. Əlbəttə bir rəis cümhuri ki heyətin orada bastırılmamağının təəccüb edirdi ki burada nəcür olub bastırıblar. Bu əcibdir biraz. Biləxərə bilirsiniz ki bu işlərə ayıb doktor heyət olsun pişəvərini bilirdi. Pişəvərini bilmir deyildi. O heç. Ama ikisine de təqribən saygılı davrandığını biz çok güzel karşılıyoruz. Dedi bizim tariximizdir də bunlar. Bu əhəmiyyəti vardı. Bir de bunun yanında bir şey de işaret edeyim. Ondan sonra geçeyim sizin o İsfahan meselesine. Görək Ermənistan bunu necə qarşıladı? Ermənistan xoş qarşılamadı. Ermənistan vaxtı ki ağayı Pezeşkiyan dedi ki biz zaten bir milletiz. Bizim o tarafta qohumlarımız var, bu tarafta qohumlarımız var. Zaten eyni millət, eyni kültürümüz var, fərhəngimiz eynidir. Və çox belə bu Ermənistan için çox pahalı oldu. Ermənistan bunu belə... Ay düşdü. Bax, bir dənə sizə bir söz deyim. Bu Ay Pezeşkiyan əgər istəyir həqiqətən Azərbaycanla zat eləyə, o dövlətin büdcəsindən ki, o saytlar, o xəbərguzarilər, o pan-İranist dairələri, saytə Azəriha, Qəfqaz, ondan sonra diplomasi filan, bunların hamısı dövlətin büdcəsindən zat edir. Ağay Pezeşkiyan eləyə bilər onu bağlıya, eləyə bilər onun qarşısında dura, eləyə bilər onları dəstur verə vəzarət umuru xariciyə, bunların hamısını bağlayır. Bağlamaktan ziyade bütçe kesilsin. Büdcəsini elə, büdcəsini kəssə elə otomatik olar bağlanacaq. Bəli. İkinci məsələ, Ermənistanın zadın, nə mənədir, səfirin əvəz eləyə. Amil fəsad o İranda odur. Tamamı o zatların nə mənədir, pan-İranizm qüvvələrin və hətta erməni qüvvələrin o beqolu şişirdir və o Pezeşkiyanın canına salır. Pezeşkiyan bunu bu maneyi səhər televiziyasını bağlayır. O ki rəhbərə bağlıdır, o heç. Ona gücü şahid çatmıyor.
Yəni o günü ki bu ora gəlib o Cada qarşı Azərbaycan dövlətinə qarşı bir dənə böyük kampaniya yola saldı. Yəni bunlar hamısı bir təxribatdır ki Azərbaycan dövlətini elə eləyiblər. Azərbaycan dövləti örgənibdir elə o zatları eşitməyə. Amma bu manedir zadın hədəfinin qabağında. Ay Pezeşkiyanın hədəfinin qabağında. İndi buyurun, xahiş edirəm, bir tez elə cəmbəliyir. Qoy onu ben söyleyeyim. Ay Süleyman, bir məmləkətin səfiri ayrı bir məmləkətdə, təbiidir ki, o məmləkətin səfiridir. Əgər qeyri-əxlaqi iş görsə, əgər müğayir olsa diplomasiya, İranın haqqı vardır ki, onu neyləsin, deselər, rədd eləsin, onun səlahiyyətini deselər, əlindən alsın və desin ki, istənməyən adamsa sən burada, istənmiyor. Amma vaqiyyət budur ki, o Ermənistanın səfiri Tehranda ilə Ermənistanın mənfəətlərini qoruyacaq. Yox, Azərbaycanda, İranın səfiri Ermənistanda. Xob, o da İranın mənfəətlərinin bir esası. Yox, İranın mənfəəti yox. Bu bəzi pan-İranist nirularından bu əməkdaşlıq edir. Bu adam. Baxatın ki, onlar Türklərə qarşıdırlar və pan-İranistlərin də zaten... Bax, əgər istəyir o Türklərin, Azərbaycanın, Türkiyənin Pezeşkiyan o siyasəti üçün nəzərindədir, qabağa apara, gərək onu götürə. Bəli. Xob, indi bu diplom, bilirsiniz ki, hələ də Vəzarət Umur Xaricə Hekayət Pezeşkiyanın əlində deyil. Vəzarət Umur Xaricə sözdə Ağay Pezeşkiyanın əlindədir. Əməldə Ağay İraqçı nümayəndə Xameneyidir. Onu qəbul edirəm, amma hər hal istəsə eləyə bilər. Məncə yox, bəzi şeylər əlindən gəlmir Süleymanı. Çox rahat olmaz. Çünki dediğiniz kimi ikinci adamdır İranda. Amma yenə də biləxərə bir protokol... Kağız üstündə. O kağız üstündə. Ona görə təkrarlayaq ki, Ermənistan çox da Pezeşkiyanın ora gedişindən Dursun xoşnut olmadı heç, hətta narahat idi. Hələ Pezeşkiyanın o sözlərinə qarşı ki, biləxərə bir millət o eyni yerə gəlmişəm, sanki bu şəhərdən... O demir ki, o deməsin, heç bu vaqiyyətdir də. Biləxərə bu, hani, Ermənistanı biraz neynirdi? Narahat edirdi, Ermənistanı biraz qıdıqlayırdı. Hər hal, bu da bir hadisədir. Ondan sonra gəlir o birisi hadisələr ki, peş-peşədir. Ümidvaram ki, Süleymanı, bu hadisələr ki, şeydən başladı. Bilirsiniz ki, bizim İranda geçen bir 2 yıl bundan qabaq mədrəsələrdə, qız mədrəsələrində zəhərlənmələr oldu. Ay düşdür, bərnaməmizi nəzərdə alasın. Bərnaməmizi nəzərdə tutun. İstəməyəm ki, bu yanmalar var, patlamalar, yanmalar. Ümidvaram ki, elə Bəndirabbasla İsfahanda qutarsın. Bu idamət tapmasın ki, ayrı yerlərdə patlayış olsun. Bu ayrı yerdə patlayış olması tabii ki, başta mən zəhmətkeşlər ödür. Başta oradakı işləyənlər ki, istir arvadına, uşağına çörək qazanır. Günahsız insanlar tələf olur. Tələf olur. Hələ ola bilər ki, mənfəətlər də yox olur, amma insanlar yox olur. İnsanlar ölür. Bəli, mütəəssifanə İsfahanda da belə bir patlayış oldu və bu patlayışla ilgili hər hangi bilgi verilmədi. Fəqət patlayış oldu dedilər. Amma sonra bəlli oldu ki, siz də müqəddəmədə dediyiniz kimi, o mərkəzdə güya hani pəhbat qeyrilmiş. O mərkəzdə pəhbatlar bərnaməmizdə olunmuş, pəhbatlar düzəlirlər, pəhbatlar qeyrililir və o məntəqə, nizami məntəqədir və o nizami məntəqədə böyük bir patlayış olub. Elə bir patlayış ki, zaten neçə nəfər ölüb. Gerçi bu ölü sayısını 2'ye deyirlər, 2 adam ölüb, amma heç də bəlli olmaz. Çünki bunlar heç adına inanmaq mümkün olmur Süleyman. Yalan deyirlər. Bəzən bunların niyə də yalan dediklərini özləri bilir bəzən. Çünki sonra yavaş-yavaş bunların hamısı ortaya çıxır.
ki necə olub. Bilirsiniz, neçə yerin patlamasından sonra ki neçə ildə patlatdılar. Bu il mütəəssifanə yine bu il səhər çağım bir nəfəri ki güya İsrail'in casusuymuş edam edildi Edam edildi. Cəbrəkdə və onun yanında da bir neçə Adını nəfər açıqlamadılar, ay düşdür. bəli, heç adını açıqlamadılar və onun anası zaten Şumallıydı. Onun anası dedi ki bu mənim uşağım, əslən müqəssirlər mənim uşağım bixud tutublar, aparıblar və bəllidir ki biləxərə mümkündür bu hadisələr çoxala, yəni mümkündür ki göz dağı vermək üçün bir tədat ki tutublar, əsir tutublar zindanlarda, onlardan da bir neçəsini edam ediyələr və sonra sallarlar bu zadın, bunlar bilmem İsrail casusudur filandı bəhmandı, bunları öldürürlər. Bu ya Süleymani bir şey de diyeyim çünkü hafta ahirinde bir hadise qabağa gelir. 4. dövr müzakere başlayır Amerika ile. Amerika'nın reis cumhuru bilirsiniz ki biləxərə biznesmendir da yani tacirdir. Ticaretle. Bu ahir hələ də deyir ki çok yaxşı gedir. Ama birdən-birə deyir ki çok pis getdi. Yani hiç tacirin ki bu mesela ticaret edir də, istər hara gedə bilir qabağa getsin. Orada getməz, deyər ki, xeyr, getmədi bundan sonra. Vaqiyyət budur ki, ümidvaram ki bu şeylə, bu müzakirə bir nəticə versin. Ama Amerika ilə Avrupa'nın arasında indi fasilə düşüb. Qabaqçı Avrupa ilə Amerika deyirdi, xoş, bir yerdə yox da. Ama indi fasilə düşüb. İndi cəlibdir ki, Amerika deyir, o mekanizmi maaşəni icraya qorunmamalıdır. Avrupa indi iki ayağını diriyib bir zada ki, xeyr, o mekanizmi maaşə icraya qorunmalıdır. Mekanizmi maaşə çox vəhşətnak bir şey daha istidir. Əgər o icraya qorunursa, bütün zatlar yatar. Yəni belə ki artıq, yəni o bütün o təhrimlər ki var idi, şu Şurayı Əmniyyət Sazman Millənin təhrimləridir. O fərqlidir ülkələrdən. Onu Şurayı Əmniyyət qətnamə ilə o zatları mesela qətnamə ilə sadir edib və mümkündür ki o qeyssə İran ekonomisunun bu vəziyyətdə olan İran ekonomisunun artıq sirkələr. Hətta mən zənn edirəm ki rejimin düşməsinə qədər gedə bilər. Zaten rejim bilsin sallanır. Rejim iqtisadi cəhətdən bombəstə yetişir. Heç qabağa gedəcək bir. Galip daha Süleymani. Dolar 104 min tüməndən gəldi yetişdi 81 min tümənə, 81.600 tümənə. Amma hələ də qiymətlər yuxarıya gedir. Dursun qiymətlər aşağı gəlmir heç, hələ də yuxarıya gedir. Yəni süt zadı zavodları, karxanacıdır, şir, süt şeyləri deyirlər ki, biz heç olmasa %30 qiymətlərin üstünə qoyaq ki, biz eləyə bilək, toğlid eləyək. Yəni vəziyyət var. Bu bilirsiniz ki, enekası hər şeydədir. Hələ məhsulat qəzainin təbərrümü ay Süleyman %100'ün üstündədir. Bilirsiniz də miyangin tutarlar təbərrümü. Təbərrümü 170 tane kala tutarlar bunun miyanginini. Ama vaqiyyətdir ki, məhsulat, məvad, qəzai və kira, ev kiraları. Bunlar %100'ü aşıbdır. İqtisad çökübdür. İqtisad artıq bombəstə yetişib. Belə bir vəziyyətdə əgər mekanizm maaşə də icraya qonulsa, İranın artıq rejimi özünü doğrultamaz. Ay düşdür, bir 2 dəqiqədə zətdə cəmbənd eləyim. Pəs bərabər bizim söhbətlərimiz belə oldu ki, bütün bunların əsasında İranda yaşayan insanlar bu rejime inanmır. İnanmadıkları için de bu rejimle həmkarlıq eləmirlər. Bu rejim belə görsədir, amma millət ayrı yolu gedir. Amma bəllidir ki, millət öz aralarında birbirini sevirlər. Öz aralarında birbirinden dostlukları var. Bak o Bəndər Abbas için qan istədilər.
Ay Süleyman'ı bütün şəhərlərdə millət səfər durdu ki, qan versin. Bunu rejim istismar eləməməlidir. Yəni zənn eləməsin ki, ittifaqın bu rejimə qarşı olan insanlardır. Gediblə qan verirlər. Bəli, insani baxımından buna gedir. Görsədir ki, millət bir-birinə yaxındır. Amma bu rejimə inanç yoxdur, inam yoxdur. Biz iki rejimi qəbul eləmirik ki, o insanların ölümündən kədərlənir. Bəli, kədərlənir. İnsan ölümüdür, zəhmətkeşlərin ölümüdür. Heç fərq eləməz zəhmətkeş, qeyri-zəhmətkeş insan ölümüdür. İnsan ölübdür. Hələ biz mahiyyəti nə kimdir, nəçidir bizi çox dəqiqən. Və hələ bu Ay Süleyman'ın çox böyük bir zətlədik məqsədiyim ki, bu elindən yavaş-yavaş başlayır ki, bərqlərin kəsilməsi. Bu yayda bərqin azalması, onun yanında suyun yox olması, onun yanında bax asansörlərin işləməməsi, bunların hamısı millətə bədbəxtlik gətirir. Milləti çilədən çıxardır, milləti əsəbləşdirir. Və bunların hamısının müqəssiri... Əslən, həyatı bir ay düşdür. Bərq getməz sadə bir iş deyil. Bərq gedəndə su olmur, ondan sonra hava problemi var, filan, behman, hər nə problemi. Hətta satış, şey satılmır. Bəli. Qədim zaman deyir ki, tərəzi bərqlə işləyir. Ondan sonra qədim zaman kilo qoyub işlətmirlər ki. Hətta dükkanda da satışlar dayanır. Dayanır, bəli. Ona görə çox çətin günlər, hələ bu yay günləri, isti günlər ki, zaten isti sözü millətə əsəbləşdirər. Belə bir vəziyyətdə vəziyyət çox belə qaranlıq görünür. Amma ümidvaram ki, millət uyansın, millət özünün qurtuluşu üçün həmkarlıq eləsinlər bir-birlərindən və hələ biz Azərbaycanlılar üçün çox həssas bir dönəmdən geçirik. Bəzi Azərbaycanlılar dediyim kimi, Ay Pezeşkiyanı çox belə stad altına alırlar. O qeyri-adi deyir, ay düşdür. Hər hal bu nizama inamsızlıq vardır. Bu bəhs Pezeşkiyan deyir. Bəhs əgər Pezeşkiyan mövzusu olsa elə həll olar gedər. Burada bəhs siz Cənab-ı Nizamdan buyurdunuz. Nizam bəhsidir. Burada fərdilər, hətta məsələn o birisi adamlarda fərdilərin üstündə biz hesab eləmirik. Nizam əslən biz görürük ki, hər yana barmaq qoyur ağay Pezeşkiyan mane ilə üzvə üstü. Bir Pezeşkiyan yap belə İmam Zaman da olsa gənə də möcüzə eləyə bilməyəcək. Haqlısınız. Bunun üçün burada proqramımız qutardı. Əgər sözünüz yoxdursa, ay düşdür. Təşəkkür edirəm. Mən ümidvaram ki, biraz diqqətli baxaq. Bizə bir Ay Pezeşkiyan bütün bu söhbətlərə rağmen sistemin adamıdır, nizamın adamıdır. Özü də dedi, mən Ay Xameneyinin mənviyyatını icraya qoyacağım. Mənim ayrı bir bərnaməm. Amma yenə buna rağmen biz Azərbaycanlılar üçün bir fürsət ola bilər. Biz elə ona o zad oldu, Azərbaycanlılar ona səs verdi, Azərbaycanlılar ona arxasında durdular, gəldi, bir dənə məsuliyyət qəbul elədi. O da indi əlindən gələni gərək Azərbaycana müzayiqə eləməyə, bu millətin xidmətində olar. Amma bizim də millətimiz ona bir dənə hakimiyyətin mührəsi kimi ona baxır. Əziz hörmətli izləyənlər, bizim verilişimiz burada qutardı. 3 dəqiqədə artıq danışdıq. Sağ olun, şad qalın. Ay düşdür, sizdən də, sizin zəhmətlərinizdən də çox təşəkkür edirəm. Sağ olun, şad qalın. Gələn görüşlərə qədər Allah əmanında. Sağ olun.